26 nömrəli suala baxırıq. Sınaq 18-ci sualıdır. İfadəsinin qiymətini soruşur. Bu ifadəyə baxanda görmək olur ki, bu müxtəsarlama düsturuna gətirə bilərik ki, yəni iki ifadə cəminin mötərizə kvadratıdır. Amma burada sadələşdiriləsi bir yer var. Məsələn, biz bilirik ki, a plus b-nin kvadratının açılışı a kvadrat üstəgəl 2ab üstəgəl b kvadratıdır. Amma burada 4 var, düzdürmü? Biz həmin loqaritma, 4 vurulsun loqaritma, 9 əsasdan 4,5-i yaza bilərik ki, 4 vurulsun loqaritma, 9-un yerinə 3-ün kvadratı, 4,5 isə olduğu kimi saxlayıram. Bunun da qüvvətində 1 var. Burada 1/2 şəklində keçir loqaritmanın əvvəlinə, yəni 4 vurulsun 2-də 1, loqaritma 3 əsasdan 4,5. Bu da bizə verir 2, loqaritma 3 əsasdan 4,5. İndi aparıb yerinə qoyuruq. Loqaritma 3 əsasdan 4,5-in kvadratı, üstəgəl 4 vur loqaritma 9 əsasdan 4,5-in yerinə yazıram 2. Loqaritma 3 əsasdan 4,5 vurulsun loqaritma 3 əsasdan 2. Üstəgəl loqaritma 3 əsasdan 2-nin kvadratı isə olduğu kimi qalır. İndi buradan biz yaza bilərik ki, loqaritma 3 əsasdan 4,5 üstəgəl loqaritma 3 əsasdan 2-nin mötərizə kvadratı. Çünki bunun kvadratı yüksəldəndə elə buradakı ifadə alınır. Bu da loqaritmanın əsasları eynidir. Ortada toplama əməli var. Loqaritma altı ifadələr vurulur. Olacaq loqaritma 3 əsasdan 9-un mötərizə kvadratı. Loqaritma 3 əsasdan 9 da bizə 3 verir. 3 yox 2 verir. Çünki loqaritma 9-un yerinə də 3-ün kvadratı yazanda 2 keçir yenə loqaritmanın əvvəlinə. 2 loqaritma 3 əsasdan 3 alınır. 3 əsasdan 3 də 1-dir. Yəni elə 2 qalır ifadənin qiyməti. Üstündə də kvadrat var. Cavab olacaq 4.